Salam. Keçən dəfə sınaq 22-ni müəyyən bir hissəsini izah eləmişdim. Vaxt məhdudiyyətindən yarımçıq qalmışdım. İndi həmin sınağın ardını izah eləyəcəm. 13-cü sual. Bir ananın iki müxtəlif uşağının inkişaf sxemi verilmişdir. Sxemə əsasən X və Y dölləri ilə əlaqəli hansı fikir doğrudur? Biz burada şəkildə görürük ki, bir spermatozoid bir yumurta hüceyrə ilə mayalanır, nəticədə bir zigot əmələ gəlir və blastomerlərin ayrılması nəticəsində bir ciftin daxilində iki döl inkişaf etmişdir və bunları X və Y kimi işarə etmişdir. İndi oxuyaq, doğru olan fikirləri seçək. Cinsiyyətləri, göz rəngləri və qan qrupları eynidir. Bəli, bu doğrudur, çünki onlar eyni yumurta əkizləridir. Əmələ gəlməsində qamçıya malik bir hüceyrə iştirak edib. Qamçıya malik bir hüceyrə bu bir spermatozoiddir və gördüyümüz kimi bu da doğru fikirdir. Bir ciftin daxilində eyni göbək ciyəsi ilə qidalanırlar. Görürük ki, bir ciftin daxilində iki göbək ciyəsi vasitəsilə qidalanırlar və ümumiyyətlə istəyir eyni yumurta əkizləri olsun, istəyir müxtəlif yumurta əkizləri olsun, hər zaman bir dölün özünün göbək ciyəsi olur. Ona görə üçüncü fikir doğru deyil. Doğru cavab 1 və 2 D variantı olacaq. 14-cü sual. İlişikli iki əlamətə görə heterozigot olan fərdin eyni nisbətlə 4 qamet əmələ gətirməsinin əsas səbəbi nədir? Oxuyaq variantları. A. Genlərin eyni homoloji xromosomlar üzərində yerləşməsi. Genlər ilişiklidir, bəli, eyni homoloji xromosomun üzərində yerləşəcək. Lakin bu onun 4 qamet əmələ gətirməsinə səbəb deyil. Çünki ilişikli olarkən crossing over getməzsə, elə iki növ qametdə əmələ gələ bilər. B variantı meyoz 1-in profazada konjugasiya prosesinin baş verməsi. Konjugasiya zaten getməlidir, çünki konjugasiya getmədən ümumiyyətlə profaza mərhələsi başlamayacaq. Nüvə pərdəsinin əriməsindən öncə belə birinci konjugasiya prosesi getməli, homoloji xromosom cütləri bir-birinə yaxınlaşmalı, bir-birini tanımalıdır ki, meyoz prosesinə start verilsin. Ona görə bu variantla, yəni 4 qamət əmələ gətirmək istəyir, 2 növ qamət əmələ gətirsin. Bu da ona səbəb olmayacaqdır. C variantında genlərin sərbəst halda yerləşməsi, əgər sərbəst halda yerləşsəydi, burada yazmazdı ki, ilişikli olduğunu şərtdə göstərməzdi. Ona görə bu da doğru deyil. Eyni xromosom üzərində genlərin bir-birindən uzaq məsafədə yerləşməsi, bəli, bu doğru cavab variantıdır. Çünki genlər arasında məsafə crossing over ehtimalını artırır və bu düz mütənasib idi və onlar bir-birindən uzaq məsafədə yerləşərsə, crossing over ehtimalı artacaq. Nəticədə iki əlamətə görə 4 müxtəlif qamet növü əmələ gətirə bilər. Ona görə doğru cavab D variantı olacaq. 15-ci sual. 2 diheterozigot sarı hamar noxudların çarpazlaşması zamanı əmələ gələn və hər iki əlamətə görə homozigot olan fərdlərin hamısı yaşama qabiliyyətinə malik olmamışdır. Bu zaman fenotip nisbəti neçə olar? Gəlin bunu yazaq. Demək, 2 diheterozigot sarı hamar noxudlar nə deməkdir? Yəni böyük A, kiçik A, böyük B, kiçik B. Və bunu öz aralarında çarpazlaşdırır. Yəni böyük A, kiçik A, böyük B, kiçik B ilə çarpazlaşdırır. Və bu zaman əmələ gələn və hər iki əlamətə görə homozigot olan fərdlərin biz artıq əzbər bilirik də, hər dəfə bunu oturub Punnett cədvəli qururuq. Bilirik ki, genotip nisbəti buradan alınır. 4, 2, 2, 2, 2, 1, 1, 1, 1. Və bu sonuncu bir dənələr, 4 dənə 1, 1, 1-lər bir əlamətə görə homozigotlardır və onlar deyir, yaşamaq qabiliyyətinə malik deyirlər. Bunlar kimlərdir? Bunu da əzbər bilirik, amma yenə də yazaq. Böyük A, böyük A, böyük B, böyük B, böyük A, böyük A,
kiçik B, kiçik B, kiçik A, kiçik A, böyük B, böyük B, kiçik A, kiçik A, kiçik B, kiçik B. Hər birindən bir ədəd. Bu nədir? Sarı hamar. Bu nədir? Sarı qırışıq. Bu nədir? Yaşıl hamar. Bu nədir? Yaşıl qırışıq. Deməli, hərəsindən bir dənə məhv olubdur. Fenotip nisbətini də əzbər bilirik. 9, 3, 3, 1 nisbətində idi. 9 sarı hamardan biri məhv olub, deməli 8-i qalıb. 3 sarı qırışıqdan biri məhv olub, deməli 2-si qalıb. 3 yaşıl hamardan biri məhv olub, deməli ikisi qalıb. Bir yaşıl qırışıq, elə biri də məhv olub, yerdə heç nə qalmayıb. Deməli nisbət olacaq 8, 2, 2. Bu da ixtisar gedəndə qalır 4, 1, 1. Deməli doğru cavab olacaq Y variantı. 16-cı sual. Ailədə olan iki bacıdan birinin qan plazmasında həm anti-A, həm də anti-B olur. Gəlin bunu da yazaq elə. İki bacıdır. Ailədə birinin qan plazmasında həm anti-A var, deməli, həm də anti-B var. Deməli, bunun qanın eritrositinin membranının üzərində heç bir antigen olmayacaq. Çünki biz demişik ki, eyni adlı antitel və antigen bir arada ola bilməz. Buna görə də o qan qrupuna malikdir. Nə A antigeni yoxdur, nə də B antigeni yoxdur. Digər bacının qan plazmasında isə heç bir antitelə rast gəlinmir. Əgər plazmasında heç bir antitel yoxdursa, deməli eritrositində hər iki antigen var. Həm A, həm də B antigeni var. Bu hal nə zaman baş verə bilər? O zaman ki, valideynlər biri heterozigot 2, biri isə heterozigot 3-cü qan qrupuna aid olsun. Və bu nigahdan həm birinci qan qrupu, həm də 4-cü qan qrupu doğula bilər, həmçinin elə 2-3 də doğula bilər. Soruşur ki, bu qızların atasının ikinci qan qrupu olma ehtimalı neçədir? Gördüyümüz kimi valideynlərdən biri ikinci qan qrupu ola bilər. Ona görə də bu ata da ola bilər, ana da ola bilər, 2də 1 ehtimalla. Deməli, atanın ikinci qan qrupu olma ehtimalı 50% olacaq. Yəni, 2də 1 ehtimalla olacaq. Doğru cavab A variantı. 17-ci sual. 17-ci sualda deyir ki, 2N bərabərdir 10 xromosomlu erkək fərdə aid bir ilkin cinsi hüceyrədə baş verən meyoz bölünmənin anafaza 1 mərhələsində bir cüt xromosom ayrılmayaraq eyni qütbə çəkilmişdir. Buna görə bu fərdin əmələ gətirə biləcəyi spermatozoidlər hansı ola bilər? 2N bərabərdir 10 və biz bilirik ki, buradakı 2 əmsal cinsi xromosomların sayını göstərir. Yəni, bu 10 dənə xromosomdan 8-i autosomdur, ikisi isə cinsi xromosomdur və XY şəklində ola bilər. Erkək fərddir deyir. Çox güman ki, erkək heteroqametdir. Və bu hansı sort qametləri normalda bizə əmələ gətirəcək? 4 plus X, 4 plus Y şəklində qametlər əmələ gətirə bilər. Amma meyoz 1-in anafazasında ayrılmama, xromosomların ayrılmaması səbəbindən ola bilər ki, autosom xromosomların bir-birindən ayrılmasın. Məsələn, bu şəkildə qalsın. 3 plus X, digərinə isə düşsün 5 plus Y. Yəni, bu 4 dənədən biri bir-birindən ayrılmadığı üçün birinə gəlir 5 dənə düşür, digərinə isə 3-ü düşə bilər. Və eyni zamanda ola bilər ki, cinsiyyət xromosomları bir-birindən ayrılmasın. Bu zaman 4 plus XY şəklində, digərinə isə 4 plus 0 şəklində də ola bilər. Bir sözlə, burada 4 plus X olan bu normal qametdir. Ayrılmama səbəbindən yaranacaq bir şey deyil. Amma 4 plus XY buradan yarana bilər. Və yaxud 5 plus X, indi mən burada bunu ayırmışam 5 plus Y şəklində. Ola bilər ki, 3 burada,
5 burada olar da, bəli, bu da mümkündür. Və yaxud da 3 plus y şəklində gördüyümüz kimi 3 plus x olursa, deməli 5 plus x də ola bilər də, 3-ü bunda, 5-i bunda olsun. Yəni bu şəkildə, yəni normal qaməti çıxıram, yerdə qalan hər bir hal ayrılmama səbəbindən baş verə bilər. Deməli doğru cavab 2, 3, 4. Yəni D variantı olacaq. 18-ci sual. Allel genlərin homoloji xromosomlar üzərindəki yerləşməsi aşağıdakı kimi olan canlılardan hansı 16 növ müxtəlif qamət verər? Crossing over yoxdur. Crossing over yoxdursa, baxırıq ki, bu bir düz xəttin üzərində olan bütöv gəlib bir qamətə düşəcək. Bu da bütöv. Eyni zamanda da digər homoloji xromosom cütündə eyni hal baş verəcək. Deməli, bu mənə 2, bu da mənə 2 sort qamət verə bilər. 2 vur 2 bərabərdir 4-ə. B variantında da həmçinin 2, 2, 2. 2 vur 2, 4, 4 vur 2, 8 sort qamət verə bilər. C variantında 2, 2, 2, 2, bu mənə 16 sort qamət verə bilər. Deməli, elə 18-ci sualda doğru cavab C variantı olacaq. Öncə bunlara da baxaq. 2 vur 2, 4 sort qamət verə bilər. 2 vur 2, digəri də mənə yenə 4 sort qamət verə bilər. 19-cu sual. Aşağıdakı nəsil ağacında bir ailənin nəsil ağacı verilmişdir. Bu nəsil ağacında X və Y fərdlərinin, bax bu X fərdi ilə bu Y fərdlərinin eyni qan qrupuna malik olma ehtimalı neçədir soruşur. Gəlin baxaq. Demək, burada AB və qan qruplu insanın X-la nikahından B və A qan qruplu insanlar doğulub və eyni zamanda A-nın da Y-lə nikahından B və O qan qruplu insanlar doğulub. Buradan O qan qruplu insan, O ilə mən bunu işarə eləsəm, bu insan onun birini anasından almalıdır mütləq şəkildə, birini də atasından almalıdır. Deməli, mən bura A-nın yanına 0 yaza bilərəm, O yaza bilərəm, çünki artıq mən bildim ki, bu heterozigot vəziyyətdədir. Eyni zamanda buradan B qan qruplu insan doğulubsa, B-ni kimdən alacaq? Təbii ki, anasında B olmadıq, atasında B olmadığına görə B-ni anasından almışdır. Ona görə burada bir B yazaram. Həmçinin dediyim kimi O qan qrupu doğulubsa, deməli birini də anasından almışdır və bunun da BO qan qruplu olduğunu əminliklə yaza bilərik. Və indi X-i təyin eləyək. Demək, buradan həm B qan qruplu, həm də A qan qruplu insan doğulub. Bu hansı hallarda baş verə bilər? Əgər O genotipli olarsa, bu X ilə işarə olunmuş fərd, bu zaman həm B, O, B-ni buradan alar, O-nu buradan alar. Həmçinin də A, O. A-nı buradan alar, onu buradan alar və beləliklə bu mümkündür. Eyni zamanda, əgər bura A, O yazsaq, bu zamanda həm A qan qruplu insanlar, A və A birləşər, A və O daha doğrusu birləşər, AO doğular. Və eyni zamanda B buradan, O da buradan, BO qan qruplu insan doğular. Deməli, bu halda mümkündür. Baxaq görək, bəs BO yazsaq necə olar? BO yazsaq yenə də B buradan, B də buradan və yaxud B buradan, O da buradan. Bu qan qruplu insanda doğular. Həmçinin A buradan, O da buradan. Deməli, AO da doğula bilər. Deməli, 3 ehtimal olduqda, 3 versiyada belə övladlar doğulması mümkündür və o zaman X-la Y-in eyni qan qrupu olma ehtimalı, yəni BO olma ehtimalı, baxın, 3 ehtimaldan biridir. Deməli, 3də 1 ehtimalla X və Y eyni qan qrupuna malik ola bilər. Baxaq 20-ci suala. 20-ci sualda deyir ki, aşağıda bir qadına aid cinsiyyət xromosomları və bəzi genlər verilmişdir. Bu qadınla əlaqəli verilənlərdən hansı doğru deyil? İndi baxaq variantlara. Atası mütləq rəng korudur, amma hemofiliya olmaya bilər. Burada hemofiliya geni H-la, rəng korluğu isə R-lə göstərilmişdir və görürük ki, bu XX xromosomları hemofiliyaya görə heterozigot,
Rəng korluğuna görə isə homozigot resessivdir və deyir ki, atası mütləq rəng korudur, amma hemofiliya olmaya bilər. Biz bilirik ki, qız uşaqları X xromosomunun birisini mütləq anasından, digərini isə atasından alır və əgər tutaq ki, atasından bax bu X xromosomunu almış olarsa, atası rəng koru ola bilər, amma hemofiliya olmaya bilər. Deməli, bu fikir doğrudur. İndi B variantına baxaq. B variantında deyir ki, hemofiliya və rəng koru olan bir kişi ilə evliliyindən hemofiliya rəng koru bir övladının doğulma ehtimalı 4-dən 1-dir. Yəni bunu yazaq. Görək doğrudurmu, doğru deyilmi? Hemofiliya və rəng koru olan bir kişi ilə. Biz bilirik ki, hemofiliyada rəng koru, yəni daltonizmdə X xromosomu ilə ilişiklidir. Deməli, hemofiliya və rəng koru olan bir kişi ilə evliliyindən indi qadını da qeyd eləyək. X böyük H, X kiçik H və X kiçik R qadının genotipi bizə bu şəkildə verilmişdir. Görək bu evlilikdən nə alınır? X kiçik H, Y ilə X böyük H, X kiçik H-ı çarpazlaşdırsaq, bu bizə nə verir? X böyük H, X kiçik H, X kiçik H, X kiçik H, X böyük H, Y, X kiçik H, Y. Və buradan görürük ki, hemofiliya olan övladının doğulma ehtimalı, deməli bu da hemofiliyadır, sonra bu da hemofiliyadır. 4-də 2, yəni 2-də 1 ehtimalla hemofiliya övladı doğula bilər və rəng koru olma ehtimalı isə buradan rəng koru, deməli, indi də X kiçik R, Y-i çarpazlaşdırırıq. X kiçik R, X kiçik R-lə, yəni artıq R əlamətlərinə görə çarpazlaşma aparırıq. Buradan doğulan bütün uşaqlar rəng koru olacaq və tam olaraq bir ehtimal. Ehtimallı bir-birinə vuranda tapırıq ki, 2-də 1 ehtimalla bu insanların nikahından hemofiliya və rəng koru olan övlad doğula bilər. Lakin burada isə 2-də 1 yox, gördüyümüz kimi 4-də 1 yazılıb. Ona görə də B variantı doğru deyil. Biz artıq cavabı tapmışıq, ancaq yenə də digər variantlara da baxaq. Anası rəng koru olmaya bilər. Əgər anasından qız uşağı bu xromosomu almış olarsa, rəng koru bu xromosomu almış olarsa, ola bilər ki, anası deməli rəng koru deyil. Çünki daşıyıcı da ola bilər. Mütləq elə anasından bu xromosomu almış olsa da belə, anada axı X böyük H, X kiçik H şəklində olarsa, xromosomlar bu zaman bu resessiv əlamət üzə çıxmayacaq və anası rəng koru olmayacaq. Amma hər halda bu geni də almış, bu xromosomu da almış ola bilər anasından. Mən H-lara baxdım, üzülü sayın. Rəng koru, bəli, rəng koru olmaya bilər anası. Çünki o hər hansı fərqi yoxdur. Bunu almış olsun və yaxud bunu almış olsun anasından. Onun anasının digər bir X xromosomu da var və ola bilər ki, o X xromosomunun üzərində böyük R geni yerləşsin və böyük R geni yerləşərsə, böyük R dominantlıq edəcək kiçik R-in üzərində və o daşıyıcı olsa da rəng korluğu üzə çıxmayacaq. Deməli, anası rəng koru olmaya bilər ifadəsi doğrudur. Qızına hemofiliya və rəng korluğu genini vermə ehtimalı 2-də 1-dir. Bəli, qızına bu 2 xromosomundan birini ötürəcək və bu 2 xromosomdan birini ötürərsə də bu hemofiliya və bu da rəng koru eyni bir xromosomun üzərindədir və 2-dən 1 ehtimalla bunu ötürə bilər və həmçinin də oğlunun hemofiliya olmayıb rəng koru olma ehtimalı 2-də 1-dir. Çünki rəng korluğunu zaten oğluna 100% ötürəcək. İstəyir bu X-i ötürmüş olsun, istəyir bu X xromosomunu ötürmüş olsun, hər halda bunu ötürmüş olacaq oğluna. Amma məsəl üçün bunu ötürmüş olarsa, o zaman hemofiliya olmayacaq oğul
bu, deməli 2də 1 ehtimalla hemofiliya olmayıb, amma rəng koru olan bir oğlu dünyaya gələcək. Çünki dediyimiz kimi oğluna mütləq şəkildə qadın bir dənə X-ını mütləq ötürmüş olur. 21-ci sual. Diploid xromosom sayı 16 olan bir məməli heyvan növündə hansı qametlərin birləşməsindən erkək fərd əmələ gələr? 16 xromosom diploid sayı, yəni 16-dır. Deməli, bunun dediyimiz kimi əmsal həmişə cinsiyyət xromosomlarının sayını göstərir. Bunun 14-ü autosom, ikisi isə cinsidir, cinsi xromosomudur və bu autosom xromosomlardan qametdə 7-si düşəcək, cinsiyyət xromosomlarından da biri düşəcək. X da düşə bilər və yaxud da Y də düşə bilər və bizə lazımdır ki, birləşəndə erkək fərd əmələ gəlsin və məməli heyvanlarda erkəklər heteroqamet olduğuna görə 14 plus XY-in alınması üçün 7 plus X qametlə 7 plus Y qametin birləşməsi lazımdır. Ona görə də doğru cavab C variantı olacaq. 22-ci sual. Bir ailədə anası daltonik olmayan daltonik bir qız uşağı doğulmuşdur. Bu ailə ilə əlaqəli aşağıdakı ifadələrdən hansı doğrudur? Gəlin yenə bunu da yazaq. Bunları yazanda görmək daha rahat. Belə deyək. Anası daltonik olmayan daltonik qız doğulub. Deməli, daltonizm X xromosomuyla ilişikli olaraq nəslə ötürülür. Və əgər bu qız daltonikdirsə, deməli onun genotipi X kiçikdir şəklindədir və anası daltonik deyilsə də, demək ki, o ana özündə mütləq kiçik D genini gəzdirirmiş. Çünki qızlar dedik ki, X-in birini anasından, birini isə atasından alır. Deməli, anasının genotipi bu şəkildə olmalıdır ki, bu qadının daltonik bir kişi ilə, baxın belə, X kiçikdir, Y. Bu nikahdan daltonik qız doğula bilsin. X kiçikdir, doğula bilsin. İndi oxuyaq variantları. Atası 100% daltonikdir. Bəli, gördüyümüz kimi atası 100% daltonik olmalıdır ki, belə bir qız doğulsun. Çünki kiçik D-nin birini atasından almalıdır. Anası daltonik yönünə görə heterozigotdur. Bəli, çünki anası daltonik deyil, amma geni daşıyır, çünki qızına ötürübdür və deməli o heterozigot vəziyyətdə olmalıdır ki, dominant bir genə malik olmalıdır ki, xəstəlik onda üzə çıxmasın. Deməli, 2 də doğrudur. Bu ailədə oğlan uşaqlarının daltonik olma ehtimalı 25%-dir. Gəlin baxaq bu çarpazlaşdırmadan ümumiyyətlə nə alınır? X böyükdir, X kiçikdir, X böyükdir, Y, X kiçikdir, X kiçikdir, Y. Və burada oğlan uşaqları, bax bu 2 oğlan uşağıdır və onlardan 2-dən biri daltonik olma ehtimalı var. Bu ikisi daha doğrusu düz işarə eləmədim. Bu və bu. Bunu silin buradan. Bu ikisi oğlan uşağıdır və bunun biri sağlamdır. Digəri isə daltonikdir. Gördüyümüz kimi, deməli 2də 1 ehtimalla oğlan uşaqları daltonik ola bilər. Deməli, oğlan uşaqlarının daltonik olma ehtimalı 25 yox, 50%-dir. Ona görə bu cavab doğru deyil. Qız uşaqlarının daltonik olma ehtimalı 50%-dir. Qız uşaqları da bax budur. Onun biri daşıyıcıdır, amma fenotipcə sağlamdır. Digəri isə gördüyümüz kimi daltonikdir. Deməli, qız uşaqlarının daltonik olma ehtimalı 50%-dir. Deməli, bu cavab versiyası da doğrudur. Doğru cavab 1, 2 və 4. D variantı olacaq. 23-cü sual. Məsələdir, deyir ki, 9000 nəfərlik bir kənddə insanların 40%, bunu da yenə yazaq. Bunu təmizləyək. 9000 nəfərdən ibarət bir kənddə insanların 40%, bütün insanlara qan verə bilirsə, deməli o birinci qan qrupudur və 40% olduğunu deyir. 10% isə bütün insanlardan qan ala bilər. Deməli, o da 4-cü qan qrupudur
və 10%-dir. Bunlardır. Yerdə qaldı 50%. Qalan insanların deyir, yarısının eritrositlərində 50%-də yarısı 25% deməkdir. Yəni 25%-də deyir eritrositlərində yalnız B antigeni var. Deməli onlar da 3-cü qan qrupudur. B qan qrupuna malikdir. Deməli yerdə qalan 25%-də o zaman A qan qrupu olacaqdır. Və soruşur ki, qəsəbədə cəmi neçə insanın eritrositlərində A antigeninə rast gəlinər? A antigeninə rast gəlinər. Bax, bu insanlarda hansı ki, ikinci qan qrupuna malikdir. Bir də bax, bu insanlarda görürük ki, A antigeni B ilə yanaşı A antigeni də var 4-cü qan qrupunda. Deməli, 25 üstəgəl 10. Neçə eləyir? 35. 35% insanlarda A antigeninə rast gəlinir. İndi biz sayı çevirək bunu. Qəsəbədə cəmi 9000 nəfər insan yaşayır və bu 100%-dirsə, bəs neçə? 35%-dir. Tənasübü həll edək. 100-ə böləcəyik, 35-ə vuracağıq. 5 vur 9, 45, 4 yadda, 27, 30, 31. Deməli, 3150 nəfər insanın qanının eritrositində A antigeninə rast gəlinir. Doğru cavab D variantı. 24-cü sual. Şiklərdə sarı və qara tük rəngi genləri arasında natamam dominantlıq vardır və hər iki geni daşıyan fərdlər ala-bula olur. Normal halda ala-bula fərdlər yalnız dişilər olur. Ancaq sarı dişi fərdlər, deməli, əgər burada ancaq deməli ala-bula ancaq dişilər olursa, bu o deməkdir ki, X xromosomu ilə ilişikli ötürülür rəng geni pişiklərdə. Yəni, hər iki ədəd X-a malik olmalıdır ki, həm böyük yanı, həm kiçik anı daşıya bilsin bu fərd və bu zaman ala-bula ola bilsin. Amma erkəklərin axı bilirik bir dənə X-i var, digər X yoxdur ki, o ikinci bir əlamətinə məxsus gen daşısın. Ona görə də yalnız dişilər ala-bula olur. Və indi burada nə deyir? Deyir ki, ancaq sarı dişi fərdlə, gəlin sarı dişi fərdin genotipini yazaq. Dişi X-dır. X kiçik A, X kiçik A. Bu oldu sarı dişi fərd. Qara erkək fərdin. Qara erkək fərdi isə biz işarə eləyəcəyik. X böyük A, Y-lə. Cütləşməsindən əmələ gələn bir erkək fərd anormallıq nəticəsində ala-bula olmuşdur. Erkək fərd ala-bula necə ola bilər? O zaman ola bilər ki, onun 2 dənə X-i olsun. 2 dənə X-i olarsa, o həm böyük A-nı, həm də kiçik A-nı daşıyar və bir də Y-i olsun və bu halda o ala-bula erkək ola bilər. Bu hal isə necə yaranır? O zaman yarana bilər ki, bax bu normal bir yumurta hüceyrə X kiçik A, buradan mənə bir sort qamət verəcək, X kiçik A və burada isə deməli, cinsiyyət xromosomları bir-birindən ayrılmır və birlikdə gəlir, düşür qamətə. Nəticədə bax belə bir fərd əmələ gəlir və bu zaman ala-bula erkək pişik yaranır. İndi burada da elə bir versiya, görək hansı variantdadır. D variantında yazıb ki, normal yumurta hüceyrə ilə cinsi xromosomları ayrılmamış spermatozoidin birləşməsindən. Deməli, elə doğru cavab D variantı olacaq. Növbəti 25-ci sual. Qadının genotipi bu şəkildə verilmişdir və bu qadının uşağının fenotipi isə bu şəkildə verilmişdir. Verilənlərə əsasən bu uşağın əmələ gəlməsində iştirak edən spermatozoidlərin genotipi aşağıdakılardan hansı ola bilər? Deməli, uşağın fenotipi XY-ə malikdir. Deməli, qadından bir X, erkəkdən də bir Y gəlməlidir. Deməli, mənə lazımdır Y olanlar. Deməli, mən avtomatik A və Y variantlarını silirəm. Bunlar mənə lazım deyil, çünki onlarda Y daşınmır. Baxaq digər variantlara. Buradan böyük A qaməti, buradan da böyük A birləşərsə spermatozoidlə, buradan böyük A fenotipi yarana bilər.
Buradan böyük B, buradan da kiçik B birləşərsə mənə böyük B fenotipini verə bilər. Buradan kiçik D, buradan da kiçik D birləşərsə mənə böyük D fenotipini verə bilməz. Deməli, B variantı da bizə uyğun deyil. C variantına baxaq. Buradan kiçik A qaməti buradan da A ilə birləşərsə, daha doğrusu bizə böyük A fenotipi lazımdır. Burada böyük A, burada kiçik A ilə birləşərsə böyük A fenotipi yaranar. Buradan böyük B, buradan kiçik B. Böyük B fenotipi yaradar. Böyük, kiçik D, böyük D. Böyük D'ni yaradar. Bizə kiçik Y lazımdır. Kiçik Y, burada da kiçik Y. Kiçik Y fenotipini verər. Buradan X, buradan da Y, X, Y'yi verər. Deməli, doğru cavab C variantıdır. Amma yenə D variantına da baxaq ki, niyə olmur? Aha, böyük A, buradan da böyük A. Böyük A fenotipi yaranır. Böyük B, böyük B. Böyük B fenotipi yaranır. Kiçik D, böyük D. Böyük D fenotipi yaranır. Kiçik Y, ama burada kiçik Y yoxdur. Böyük Y var və bu zaman kiçik Y fenotipi yaranmayacaq. Ona görə D variantı da uyğun gəlmir. 26-cı sual. 26-cı sualda deyir ki, Patau sindromlu insana ait deyil. Ürək kameralarının arasındakı qüsurlar, bunlar ümumiyyətlə Patau sindromu bu deməli 13-cü xromosomun artıqlığı nəticəsində yaranan bir genom mutasiyadır və ürək kameralarının ara kəsmələrində qüsur, böyrək çatışmazlığı, daxili cinsiyyət üzvlərində çatışmazlıq, üz şöbəsində qüsurlar, bunlar hamısı Pataunun əlamətləridir. 10-cu sinif dərsliyində verilib. Amma boyun əzələlərinin çiyinə qədər genişlənməsi bu Shershevski-Turner sindromunun əlamətidir. Hansı ki, cinsiyyət xromosomunun 23-cü cüt xromosomun bir vahid əskikliyi nəticəsində yaranır. 27-ci sual. Aşağıdakı sınaq şüşəsinə 4 fərqli qan plazmasından alınan nümunələr qoyulmuşdur. Bu sınaq şüşəsindəki qan plazmalarının içərisində olan antitellərin növ müxtəlifliyi 1 böyükdür 4, böyükdür 2, böyükdür 3 şəklində olduğuna görə bu qan plazmaları hansı qan qrupuna aid ola bilər? Deməli, ən çox antitel 1-dədir. Ən çox antitel 1-dədirsə, deməli, ən az antigen oradadır. Çünki demişik, eyni adlı antitellə antigen bir arada olmaz. Yəni, bu birin həm A, həm B, həm də D antigenləri varsa, deməli, onun nə A, nə B, nə də D antigenləri yoxdur. Deməli, o birinci qan qrupu mənfi ola bilər. Və eyni zamanda ən az antitel də, baxın, 3-dədir deyir. Deməli, onun da heç bir antiteli olmazsa, deməli, bütün antigenləri olar. Yəni, həm A, həm B, həm də D antigenləri olar. Bu zaman o AB müsbət qan qrupu olar. Və burada belə bir versiya D variantındadır. İndi bir də gərək 2 ilə 4-ü müqayisə eləyək. 4-də daha çoxdur antitel, nəinki 2-də. Deməli, 4-də antitel çoxdursa, antigen azdır. Amma baxın, 2 ilə 4-də B və A qan qruplarına görə birində B, digərində A antigeni var. Amma birində D antigeni yoxdur, o birində D antigeni var. Deməli, antiteli daha çox olan 4-dür deyə, deməli, onun D antigeni yoxdur hesab edəcəyik və o mənfi qan qrupu olacaq. Deməli, o zaman 4 ola bilər 2 mənfi, ikinci də ola bilər 3 müsbət. Deməli, doğru cavab D variantı olacaq. 28-ci sual. Aşağıdakı sınaq şüşəsinin içərisinə hansı qan qrupuna malik insanın qanı damladıldıqda aglutinasiya baş verə bilər? Nə demişik? Eyni adlı antigel və antitel bir arada olmaz. Bu zaman onların eritrositləri bir-birinə birləşərək çökmə verəcək. Yəni, aglutinasiya baş verəcək. Bura anti-A antitellər damladıldıqda
Antigen o A antigeni ilə A antiteli birləşib aqlütinasiya verə bilər. Deməli, bizə lazımdır A antigeni olanları seçmək. A antigeni də kimlərdədir? A qan qrupunda var, bir də AB qan qrupunda A antigeni var. Deməli, doğru cavab 28-ci sualda C variantı olacaq. 29-cu sual. Gen mutasiyası zamanı əmələ gələn xəstəlikdir. Gen mutasiyası deyirsə, baxın, burada Lejen sindromu bu xromosomların 5-ci sahəsinin itkisi nəticəsində baş verir. Xromosom mutasiyasıdır. Leykoz xromosomun 180 dərəcə çevrilməsi nəticəsində baş verir. Yenə xromosom mutasiyasıdır. Patau sindromu 13-cü, Edwards sindromu 18-ci xromosomun artıqlığı nəticəsində bir vahid artıq olması nəticəsində baş verən trisomiyalardır. Bunlar genom mutasiyalara aiddir. Yerdə qalır əzələ atrofiyası. Əzələ atrofiyası və ya əzələ distrofiyası da deyilə bilər müxtəlif ədəbiyyatlarda. X xromosomu ilə ilişikli ötürülən xəstəlikdir və gen mutasiyasıdır. Deməli, doğru cavab A variantı olacaq. 30-cu sual. 2 heterozigot fərdin çarpazlaşmasından əmələ gələn fərdlərin hansı hissəsi dominant əlamətlərin yalnız birinə malikdir? Genlər ilişikli deyil, tam dominantlıq mövcuddur. Biz 2 heterozigot fərdin, yəni böyük ya kiçik ya böyük B, kiçik B-nin öz aralarında çarpazlaşmasını artıq əzbərə bilirik ki, hansı genotip yaranır? 9, fenotip daha doğrusu 9, 3, 3, 1 nisbətində fenotip əmələ gəlir və bunlardan 9-u sarı hamardır, yəni hər iki əlamətə görə dominantdır. Biri yaşıl qırışıqdır, yəni hər iki əlamətə görə resessivdir. 3-ü sarı qırışıq, 3-ü isə yaşıl hamardır. Yəni bir əlamətə görə dominant, digərinə görə resessiv. Birinə görə resessiv, digərinə görə dominantdır. Bizə də deyir ki, yalnız fərdlərin hansı hissəsi dominant əlamətin yalnız birinə malikdir. Bax, gördüyümüz bu 6 dənəsi, 3 nisbətində olanlar, bax, sarı bu dominantdır, digərində də hamar bu dominantdır. Yəni bir dominant əlamətə malikdirlər. Deməli, bütün ümumi 16 fərddən 6-sı yalnız bir dominant əlamətə malikdir. Bu da ixtisar gedəndə qalır 8-in 3-ə. Deməli, doğru cavab B variantı olacaq. 31-ci sual. Aşağıdakı canlının hansı növ qameti əmələ gətirmə ehtimalı daha yüksəkdir? Daha yüksək Krassingoversiz qametlərin yaranma ehtimalı olacaq. A variantında böyük ya kiçik B və böyük C. Böyük ya kiçik ya kiçik B. Görürsünüz, kiçik ya buradan, kiçik B buradan. Bu Krassingoverli qamətdir. Deməli, A-nı götürməyəcəyik. B variantında böyük A, böyük B. Biri bu tərəfdən, biri o biri tərəfdən. Deməli, bu da Krassingover nəticəsində yaranıb. Böyük A, böyük B həmçinin. D variantında kiçik A, böyük B. Baxın, kiçik A və böyük B eyni xromosomun üzərindədir. Və C-lər də sərbəstdir zaten. Deməli, ən çox bax bu ilişikli, yəni Krassingoversiz qametlərin yaranma ehtimalı daha çox olacaq. Digərində yenə də kiçik A, böyük B. Kiçik A bu tərəfdə, kiçik B bu tərəfdə. Yəni bu Krassingoverli qamətdir. 32. 2 trihibrid fərdin çarpazlaşmasından F1 nəslində bütün əlamətlərə görə heterozigot fərdlərin əmələ gəlmə ehtimalı neçədir? Genlər ilişikli deyil. Yəni yazaq. İki trihibrid fərdin. Trihibrid nədir? Yəni 3 əlamətə görə heterozigotdur. Böyük kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C-ni çarpazlaşdırırıq. Böyük kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C-nə və bizə lazımdır ki, bütün əlamətlərə görə heterozigot fərdin əmələ gəlmə ehtimalına. Biz bunu monohibrid kimi baxsaq, böyük ya kiçik A-nı böyük ya kiçik A əlaməti ilə çarpazlaşdırsaq, böyük ya 2 pay böyük ya kiçik A, kiçik A. Yəni 4 dənədən ikisi, ixtisar da gedəndə 2 dənədən biri bizə
heterozigot fərd verəcək. Eyni zamanda B-ləri də bir-biri ilə çarpazlaşdırdıqda eyni nisbət alınacaq. Yenə də 2-də 1 ehtimalla heterozigot verəcək. Yenə də C-li əlamətlərini də bir-biri ilə çarpazlaşdırdıqda bir heterozigotların əmələ gələn, heterozigot fərdin əmələ gəlməsi ehtimalı 2-də 1-dir. Və bütün ehtimalları bir-birinə vuranda 8-də 1 ehtimalını alırıq. Deməli, bu çarpazlaşmadan bütün əlamətlərə görə heterozigot fərdin əmələ gəlmə ehtimalı 8-də 1 ehtimal olacaq. Doğru cavab C variantı. 33-cü sual. Verilmiş sxemə əsasən ana arının homozigot genotipli olma ehtimalı neçədir? Burada erkək arı bilirik ki, haploiddir, A fenotiplidirsə, deməli elə kiçik A genotipinə malikdir. Ana arı göstərmir nədir? Və A fenotipli arı yaranmışdır. Mayalanmadan yaranıbsa, deməli dişi fərddir və A fenotiplidirsə, deməli böyük A-ya malikdir. Böyük A fenotiplidirsə, təbii ki, erkək arıdan da kiçik A-nı almışdır. Ana arı isə böyük A ehtimalında da ola bilər, böyük ya kiçik A genotipdə də ehtimal oluna bilər. Çünki hər bir halda o, deməli, övladına, belə deyək, bu arıya böyük A-nı ötürmüşdür. Hər iki halda da böyük A ötürə bilər. Deməli, 2-də 1 ehtimalla bu arının homozigot genotipli olma ehtimalı vardır. Kiçik ya kiçik A olma ehtimalı götürmədik. Ona görə ki, o zaman deməli, əgər məsəl üçün yazsaydıq bura kiçik A, bu zaman bax buradan əmələ gələn mayalanma nəticəsində əmələ gələn dişi fərd heç vaxt böyük A fenotipli ola bilməzdi. Çünki anadan kiçik A almalıydı, erkək arıdan da zaten kiçik A-nı ala bilər. Ona görə bu ehtimal olmadığına görə yalnız bu 2 ehtimalı var və onun da bir ehtimalı homozigot genotipli olmaqdır. 34-cü sualın baxaq. 34-cü sualda insanlarda kişi və qadın fərdlər arasında aşağıda verilən faktorlardan hansına görə mütləq şəkildə fərq vardır? Ümumi xromosom sayına görə kişidə də, qadında da xromosom sayı, məsəl üçün bir karyotipində insanın 46 xromosom var deyirik. Yəni burada mütləq şəkildə bir fərq var deyə bilmərik. Təbii ki, indi genlərin sayından asılı olaraq dəyişə bilər, amma ümumi xromosom sayına görə mütləq fərq var deyə bilmərik. X xromosomuna malik olma, qadının da X xromosomu var, kişinin də X xromosomu var və deməli, qadında 2 ədəd, kişidə 1 ədəd X xromosomu var. Yəni, bunu biz fərqini götürməyəcəyik. Autosom xromosomlarla idarə olunan genlərin sayı, bu da yenə eyni ola bilər. Çünki qadın və kişidə autosom xromosomlar eyni sayda olur. X cinsi xromosomu ilə idarə olunan genə sahib olma, bu da kişidə də var, qadında da var. Çünki kişinin də 1 ədəd X cinsi xromosomuna malikdir. Ümumi gen sayı, amma ümumi gen sayı mütləq şəkildə fərq olacaqdır. Çünki ən azından götürək ki, kişidə XX, qadında XX, kişidə XY xromosom dəstinə malikdir və Y xromosomu daha qısadır. Təkamüldə sonradan o qısalmışdır, çiyninin, qolunun birini itirmişdir, belə deyək, və onun üzərində az sayda X xromosomuna nisbətən daha az sayda gen yerləşir. Ona görə də ümumi gen sayı mütləq şəkildə fərq olacaqdır kişi və qadın orqanizmində. Deməli, doğru cavab Y variantı olacaq. 35-ci sual. Aşağıdakılardan nəsil ağacında bir əlamətə malik fərdlər rəngli göstərilmişdir. Bu nəsil ağacında rəngli alınan fərdlərin əmələ gəlməsinə səbəb olan gen aşağıdakılardan hansı ola bilər? Baxaq, deməli, X cinsi xromosomu ilə ilişikli resessiv bir gendir yazıb. Bu ola bilərmi?
X xromosomu ola bilməz. Niyə ola bilməz? Çünki əgər X xromosomu ilə ilişiklidirsə və bütün balalarda bu əlamət varsa, baxın, qız uşağı X-in birini anasından alır, birini atasından alır. Bu o deməkdir ki, atasında da bu olmalıydı. Yəni atası bu şəkildə olmalıydı da, resessiv geni X-in üzərində daşımalıydı. O zaman bunun içərisi rənglənmiş göstərməli idi. Ki, yəni anası daşıyıcı olsa belə, atasında bir dənə X olduğuna görə bu qız da X-in birini anasından, birini atasından alacaq və içi rəngləndiyinə görə bu əlamətə malikdir. Deməli, atada da o zaman rəngli olmalıydı. Amma rəngli göstərməyibdir. Deməli, ata bu əlamətə, bu genə malik deyil. Ona görə X xromosomu ilə ilişikli resessiv gendir cümləsi bu bura uyğun gəlmir. İkinci, autosom resessiv bir gendir. Autosom resessiv ola bilər. Necə ola bilər? Məsələn, autosom olduğu üçün hər ikisi daşıyıcı ola bilər və övladlarında, məsələn, kiçiyə birləşərsə, bu şəkildə övladlarda bu əlamət mövcuddur. Ona görə kimi götürə bilərik. 3-də deyir ki, autosom xromosomlarla ötürülən qeyri-tam dominant bir gendir. O versiyaya da baxaq, qeyri-tam dominant bir gen olmasına. Məsələn, tutaq ki, ana bu əlamətə malik deyil, ata bu əlamətə malik deyil, amma əmələ gələnlər hamısı heterozigotlar əmələ gəlir və natamam dominantlıq olduğuna görə, qeyri-tam dominantlıq olduğuna görə belə bir əlamət yarana bilər. Deməli, 3 doğrudur. 4-də deyir ki, autosom xromosomlarla ötürülən dominant bir gendir. Yox, bu doğru deyil. Dominant bir gen olsaydı, o zaman valideynlərdə olmalıydı ki, övladlarda da üzə çıxsın. Valideynlərdə olmayan bir şey dominant olan əlamətə görə övladlarda üzə çıxa bilməz. Ona görə burada doğru cavab elə 2 və 3, yəni B variantı olacaq. Vitamin mübadiləsinin pozulması zamanı meydana çıxan xəstəlik bu olacaq homosisturiya. Bu 10-cu sinif dərsliyinin cümləsidir. 37. Sitokinetik üsulla öyrənilmişdir. Sitokinetik üsul bu xromosom sayına və quruluşuna görə müəyyən olunur və biz burada götürə bilərik bunu Atao sindromu, çünki xromosom sayına görə müəyyən olunur. 13-cü xromosomun artıqlığıdır. 38-ci sual. Boz rəngli ada dovşanlarının neçə növ müxtəlif genotipi ola bilər? Ada dovşanlarında epistatik təsirdir. Biz artıq bunu əzbər bilirik ki, onlar 4 müxtəlif genotipdə ola bilər. Lap yazaq, lap istəyirsiniz dəqiq olsun. Hansılardır bunlar? Bozlar. Bizə lazımdır epistatik təsirdəki hər iki tərəfdə böyük genə malik olsunlar. Bir gen digər genin təsirini zəiflədir epistatik təsirdə. Yəni, hər iki tərəfdə dominant gen olduqda boz rəng üzə çıxırdı, tam qara ola bilmirdi. Bu bir dəfə tam homozigot dominant yazarıq, bir dəfə birini homo, digərini hetero, digərdə isə A-nı hetero elədim. Sonra isə hər ikisini heterozigot yazaram və bu şəkildə bir dənə bundan, 2 bundan, 2 bundan, 4 bundan, 4 boz ada dovşanı əmələ gəlirdi və boz ada dovşanlarının da 4 müxtəlif genotipdə yazmaq mümkündür. Yəni, dihibrid çarpazlaşmada 9 fərd əmələ gəlirdi və 4 genotipdə biz onları göstərirdik. Burada da ada dovşanlarının neçə müxtəlif boz rəngli ada dovşanın neçə müxtəlif genotipi ola bilər deyir. Ona görə 4-ü götürülür. 39-cu sual. Talasemiya xəstəliyi haqqında yanlış mülahizələri seçin. Talasemiya resessiv autosom xəstəlikdir. Və oxuyaq variantları. Resessivdir, bəli, resessivdir. Bizdən yanlış istəyir, ona görə biri götürmürük. Cinsiyyətlə ilişiklik keçir. Xeyr, dedik ki, autosomdur. Yanlışdır bu, 2-ni götürəcəyik. 2 forması var, bəli var. Böyük və kiçik talasemiya, daşıyıcılar kiçik talasemiya, homozigot resessivlər isə böyük talasemiya adlanırdı. Dominantdır, xeyr, dediyimiz kimi resessivdir. Ona görə 4-də yanlışdır. 2-4 yanlış variantdır və B variantı. 40-cı sual məsələdir. 4000 nəfərdən ibarət qəsəbədə, bunu yazaq. 4
4000 nəfərdən ibarət qəsəbədə UU qan qrupuna malik insanların rast gəlmə tezliyi 25%-dir. 25% bu da 0,25 hissə deməkdir. Və biz o allelinin rast gəlmə tezliyini tapmaq istəsək bundan kök alarıq və taparıq 0,5 onun o allelinin daha doğrusu rast gəlmə tezliyidir. Əgər B antigeninin rast gəlmə tezliyi 0,2 olarsa, bunda demək A-ya nə qaldı? Bilirik ki, bütün ailələrin rast gəlmə tezliyinin cəmi bizə 1-i verməlidir. Bu da 1-dən 0,7-ni çıxanda nə qalır? 0,3 qalır. Hamısını təyin elədik. Bu zaman qəsəbədə A antigenini daşıyan insanların sayı. A antigenini daşıyanlar AA, 2AO demişik həmişə heterozigotların qabağına 2-ni yazmağı unutmuruq və 2AB-lər. İndi hesablayaq. AA 0,3 vur 0,3 eləyir 0'dan %9. 2AO AO 0,3 vur 0,5 eləyir 0'dan %15. 0 %15'i də 2'yə vuranda eləyir 0,3. 2AB'ni də tapaq. AB 0,3 vur 0,2 eləyir 0'dan %6. 0'dan %6'nı da 2'ye vuranda eləyir 0'dan %12. Toplayaq. 9'un 11 bir yadda 50. 0'dan 51 hissə. Və indi bunu saya çevirmək üçün 4000 nəfərdən ibarətdir. 4000'ə vururam. Neçə eləyir? 0, 0, 0, 4, 20. Virgülə görə ikisini silirəm. 2040. Doğru cavab 2040 eləyəcək. Y variantı.